Sabah avqustun 31-də Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi gözlənilir. Bundan öncə də bir neçə belə görüş effektiv nəticələnsə də sonradan İrəvan öhdəliklərdən boyun qaçırmağa çalışdı. Və bu dəfəki görüş isə Ermənistan üçün son şans hesab oluna bilər. Dəmir yumruqla üzləşdikdən sonra kapitulyasiya aktına imza atan İrəvan bu təslimiyyətdən sonra da sülh prosesinə cəlb olunmağa başladı. Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla öncəki görüşündən dərhal sonra Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiya formatında ilk görüşün keçirilməsi irəliyə doğru atılmış növbəti addım kimi xarakterizə olunur. Əldə olunan razılaşmalar, dövlətimizin və xalqımızın marağına uyğun cərəyan edən proseslər Azərbaycanın müəllifi olduğu və beynəlxalq hüquqa əsaslanan reallıqlar üzərində qurulub. Bu reallıqlar və ölkəmizin bölgədə sülh yaratmaq üçün müəyyənləşdirdiyi prinsiplər dünya birliyi tərəfindən də birmənalı şəkildə dəstəklənir. Qalib Azərbaycanın diktəsinə boyun əysə də, təşəbbüslərinə hələ də adekvat addımlar atmayan Ermənistan bu dəfəki görüşdə konkret əməllərə məcbur ola bilər. Nəzərə alsaq ki, avqustun əvvəlində Azərbaycan qisas əməliyyatı həyata keçirərək Laçın məsələsində hüququ bərpa edib, onda İrəvanın növbəti təslim razılaşmasına gedəcəyi də gözləniləndi. Bu görüş formatı etibarilə köhnə olsa da yeni situasiyada baş tutur. Çünki Laçının, Zabuxu və Susun Azərbaycanın nəzarətinə qaytarılmaqla Şərqi Zəngəzurda Azərbaycanın suveren hüquqları bərpa olunubdur. Eyni zamanda hazırki görüş ərəfəsində Azərbaycanın həyata keçirdiyi qisas əməliyyatından sonra Ermənistandakı radikal müxalifətin müqaviməti xeyli dərəcədə zəifliyibdir. Öncəki görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də rəsmi Twitter hesabında Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşünün Brüssel razılaşmasından sonra nəzərə çarpan irəliləyiş olduğunu yazıb. Avropa İttifaqının üzvü olan Fransanın Xarici İşlər Nazirliyinin yaydığı kommunikədə də Brüsseldə təşkil olunan görüşün nəticələri alqışlanıb. Ermənistan müxalifətinin radikal qanadı sülhə qarşı çıxsa da, sadə ermənilər də düşdükləri çətin vəziyyətdən yeganə çıxış yolunun Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin olduğunu qəbul edirlər. Münaqişələrdən bezən beynəlxalq ictimaiyyət də regionda sülhün yaradılmasını, kommunikasiyaların açılmasını istəyir. Üstəlik, Azərbaycanın son addımları həm də Ermənistandakı revanşist qüvvələrə böyük zərbə oldu və indiyə qədər daxili auditoriyanın qəzəbini əlində əsas tutaraq sülh prosesinə yayınmağa çalışan Paşinyan hakimiyyətinin bu dəfə bütün mümkün bəhanələrdən məhrum olması Brüssel formatı ilə bağlı nikbin proqnozların verilməsinə zəmin yaradır. Azərbaycan tərəfi təqdim etdiyi 5 maddəlik baza prinsipləri üzərində ətrafında müzakirələr aparılacaqdır və bunun da əsas istiqaməti əlbəttə ki, sülh müqaviləsinin imzalanmasından keçir. Bu baxımdan da əsas müzakirə predmeti əlbəttə ki, indidən proqnozlaşdırmaq olar ki, artıq sülh müqaviləsinin üzərində işləmək, ayrı-ayrı detalları müzakirə etmək. Hər dəfə böyük xəyallar aləmində uçaraq görüşlərə gedən, lakin Azərbaycan qüdrətindən sonra üzü üstə yerə yıxılan Ermənistan bu dəfəki təşəbbüsə də müsbət reaksiya verməlidir. Əks halda tarixən Azərbaycana aid olan ərazilərin mühasirə halqası daha da kiçiləcək. Bu dəfə də məğlub və aciz ölkəni heç kim müdafiə edə bilməyəcək. Rüstəm Mikayılzadə, Vüsal Qaraca, ASTV Xəbər.